Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün sizin nəzərinizə 9 illik dim test topludan köməkçi hissələrini nəzərinizə çatdıracağım. Elə əlavə qeydlər də olsa, buradan qeydlər verirəm sizə, siz də qeyd götürərsiniz. Nə deyir birinci testdə? Deyir ki, əskərlər toplaşmışdılar, amma zabitlər hələ gəlməmişdilər cümləsində bağlayıcının sinonimini müəyyənləşdirin. Sözlərin sinonimliyi olduğu kimi, köməkçi hissələrində də sinonimlik var. Yəni, bir-birini əvəzləşdirir. Bu, qarşılaşdırma bağlayıcısıdır. Deməli, bunu ilə qarşılaşdırma bağlayıcısı ilə sinonimlik yaradacaq. Məsələn, əskərlər toplaşmışdılar, ancaq zabitlər hələ gəlməmişdilər. Olduğuna bir də B variantı. 2-yə baxırıq. Deyir ki, Fərid sevinirdi. Ona görə ki, olimpiyadada qalib gəlmişdi. Cümləsindəki bağlayıcının sinonimini müəyyənləşdirin. Sinonimi olacaq nə? Çünki olimpiyadada qalib gəlmişdi. Oldu nə? C variantı. Hansı cərgədə əmr ədatı yoxdur? Əmr ədatı yoxdur. Əmr ədatları, məsələn, ha burada əmr ədatıdır. Sonra din əmr ədatıdır. Sonra bax əmr ədatıdır. Qoy əmr ədatıdır. Burada isə əmr ədatı deyil, digər ədatların yer almışdır. Hansı cümlədə ədat işlənməmişdir? Məgər siz sabah yola düşürsünüz? Burada sual ədatıdır. Siz ki mənə inanırsınız? Qüvvətləndirici ədatdır. Dayan, mən də bir kəlmə deyim də. Burada ədatdır. Həyat, sevincin qədər, əzabın da şirindir. Elə burada D variantında yoxdur. Çünki burada da bağlayıcıdır. Hansı cümlədə ədat var? Arif kitabı yerinə qoyub, burada yoxdur. Çünki buradakı leksik mənaya malik olan fe'li xəbərdir. Deyib, ver cavabını. Nə durmusan? Din. Deməli, oldu nə ilə? 5-də B variantı. 6. Hansı cümlədə ədat vardır? O, bağda tək işləyir, burada yoxdur. Hamısı leksik mənaya malik olan nitq hissəsidir. Təzə nə xəbər var Mirzə? Burada da yoxdur. Köməkçi nitq hissəsindən olan ədat. Məsləhətdir ki, onu görəsən. Burada bu bağlayıcıdır. Mən ki, dəyməmişəm sənin xətrinə, burada qüvvətləndirici ədatda oldu. Nə D variantı? Bağlayıcıları müəyyən edin. Bağlayıcıları, baxaq görək, burada yoxdur. Burada da yoxdur. C variantında da yoxdur. Ümumiyyətlə bağlayıcılar. Baxaq görək. E variantı. Çünki burada ədat pozur. Digər nitq hissələri də var da, köməkçi nitq hissələri. Burada ədatlar pozur. Ümumiyyətlə burada hamısı ədatdır. Burada bir dənə ancaq bağlayıcıdır. Ki-nin işlənmə məqamlarının əsasən düzgün ardıcılığı müəyyən edin. Ki, anonim xüsusiyyətə malikdir. Ki, yerinə görə həm ədat olur, yerinə görə olur, bağlayıcı olur. İndi işlənmə məqamları həm də yerinə görə leksik şəkilçi olur. O sözə bitişik yazılanda. Gəldik, deyir ki, sən ki belə deyildin, burada ədatdır, qüvvətləndirmə funksiyasını yerinə yetirir. Arzun budur ki, tezliklə arzularına çatasan. Xəbərdən sonra gəlibsə, bu bağlayıcıdır. İndiki vəziyyət tamam başqadır. İndiki vəziyyət tamam başqadır. Hansı vəziyyət? Burada da əsas nitq hissəsi kimi sifətli və düzəltmə sifət yaradır. Bu da oldu leksik şəkilçi. İndi nə oldu? Ədat, bağlayıcı, leksik şəkilçi Y variantı. 9. O, uzun araşdırmalardan sonra nəhayət doğru cavabı da tapdı. Cümləsində hansı köməkçi nitq hissələrinə aid sözlər işlənmişdir? Sonra, çıxışlı xaldan sonra gəlmiş, sonra, çünki yerinə görə zərf də ola bilir. Qoşma, nəhayət, burada bağlayıcı, oldu nə? Deməli, baxaq görək. Qoşma, bağlayıcı, bir də modal söz. Qoşma, bağlayıcı, baxım görün. Qoşma, modal söz, bağlayıcı B variantı. 10. Oğlum, deməli sən də qardaşın kimi müəllim olmaq istəyirsən. Deməli, burada modal söz, sən də bağlayıcı, bir də qardaşın kimi qoşma, bənzətmə qoşması.
Deməli, modal söz, bağlayıcı qoşma D variantı. Sara adı xalq üçün ən sevimli ad oldu. Sara adı ən sevimli ad oldu. Səsli qız poemasından verilmiş cümlədir Əhməd Cavadın. Sara adı xalq üçün qoşma, ən sevimli ədad, sevimli ad oldu. Deməli, nə oldu? Köməkçilik hissələrində nə işlənib? Qoşma ilə ədad 1-3 B variantı. 12. Kamal ata kürkü deyil ki, irslə övladına yetişə. Nümunəsində işlənmiş köməkçilik hissələrini müəyyən edin. Deməli, ki, bağlayıcıdır. İrslə nə ilə qoşmadır. Deməli, bağlayıcı və qoşma 1-2 C variantı. 13. Məntiqi uyğunluğu gözləməklə bağlayıcılardan ibarət cərgəni müəyyənləşdirin. Əgər, hərgah, indiki bu şərt bağlayıcısıdır. Şərt bağlayıcısı olduğuna görə ardıcıllıq soruşursa, bu da olacaq nə? Hərçənd deyil, elə madam oldu B variantı. Sonra məntiqə uyğunluğu gözləməklə bağlayıcılardan ibarət cərgəni göstər. Bağlayıcılardan ibarət cərgəni. Baxın. Həm də, hətta, ha belə olacaq nə? Gah da, xeyr. Yəni məntiqə ardıcıllıq. Olacaq nə? C variantı. 15. Məntiqi uyğunluğu gözləməklə bağlayıcılardan ibarət cərgəni müəyyənləşdirin. Bağlayıcılardan ibarət. Deyir ki, ona görə ki, ondan ötürü ki, onun üçün ki, məntiqi ardıcıllıq istəyirsə bizdə hərçənd ki, indiki ora uyğun gəlmir. Madam ki, bir halda ki, uyğun gəlmir oldu. Çünki sonra 16. Bəli, bu işin öhdəsindən sən gələ bilərsən. Abbasqulu bəy cümləsindəki ədatın məna növünü müəyyən et. Bəli, təsdiq və inkar olan, təsdiq olan ədatdır. 16-da oldu nə? Bu arada ədatlardan sonra vergül qoyulmur. Amma təsdiq və inkar bildirən ədatlardan sonra vergül qoyulmalıdır mütləq. 17. Sözlərdən biri modal söz kimi işlənə bilər. Modal söz kimi işlənə bilər, əlbəttə ki, B. Hər iki tərəfdən B. Məncə. Sözlərdən biri modal söz kimi də işlənə bilər. Modal söz kimi də işlənə bilər. Baxın. Amonimlik cəhətdən deyirəm. Yerinə görə başqa nitq hissəsi də ola bilər, həm də modal söz kimi də işlənə bilər düzü. Məsələn, desəm ki, mil düzü, muğan düzü, bu oldu burada isim. Düzü, onun dediklərinə hər kəs inandı, bu da olur modal söz. 19. Bəlkə bu mahnı lap Arazın o tayına dək gedib çatdı. Cümləsindəki köməkçi nitq hissələrindən hansı işlənməmişdir? Bu modal sözdür. Modal söz işlənir. Bu mahnı lap ədatdır. Arazın o tayına dək, Arazın o tayına kimi qoşmadır. Çatdı, deməli bağlayıcı və nida yoxdur. Bəlkə bu axşam sən də onunla şəhərə kimi gedəsən. Cümləsində köməkçi nitq hissələrindən hansı işlənməmişdir? Modal söz işlənib. Bu axşam sən də bağlayıcı, onunla kimlə qoşma, bir də şəhərə kimi yenə qoşma. Oldu nə? Ədat və nida. Cümlələrin birində qoşma işlənməmişdir. Şirin bir xatirə tək qalacaqdır dünyada. Sevərək yaşayanlar, sevilərək ölərək. Xatirə kimi burada qoşmadır, bənzətmə qoşması. Yağışdan sonra güclü külək başladı. İsmin çıxışlıq halından sonra gəlmiş. Sonra zaman qoşmasıdır. Səndən başqa dostum yoxdur. Səndən qeyri dostum yoxdur. İsmin çıxışlıqla qoşulmuş qoşmadır. Sonra baxırıq. Deyir ki, Kamil çantasının ağzını iplə bağladı. Nə ilə sualına cavab verəndə bu olur. Çünki bunun da amonimliyi var, lalənin. Bu da qoşmadır. Arxa tullan sonra afərindir. Nə zaman? Bu tək bir hala qoşulmamış zaman zərfidir burada. Y variantı. Cümlələrin birində qoşma işlənmişdir. Başqa işlərə vaxt sərf etməyin. Başqa burada hansı işlərə? Burada sifətdir. Çünki başqanın da qoşma ilə amonimliyi var. İsimin halına qoşulduqdan sonra, çıxışlıq hala qoşulduqdan sonra. Cəmillə Kərim mənim dostlarımdır. Cəmil və Kərim mənim dostlarımdır. Burada və ilə əvəz eləyəndə bağlayıcıdır. Tək ondan ehtiyat edirəm.
Tək ondan ehtiyat edirəm, burada da yoxdur. Köməkçi nitq hissələrindən qoşma. Hər gün gəlib mənimlə görüşərdi. Kimlə görüşərdi? Mənimlə görüşərdi. Kim ilə sualına cavab versin? Çünki lalə ilə həm qoşmadır, həm bağlayıcıdır. Bunun qısaldılmışı lalə həm olur qoşma, həm bağlayıcı, həm də zərf düzəldən leksik şəkilçi. Nə ilə sualına cavab verir? Cümlədə tamamlıq olursa qoşma olur. B variantı. Arzu ədatı işlənmiş cümləni müəyyənləşdirin. Arzu ədatı da biz bilirik ki, nələrdir? Bu sənin həyatında ən əlamətdar hadisədir, qüvvətləndirici ədatdır. Yanıldım, doğrusu, uyub aldandım, modal sözdür, doğrusu. Elə şirin-şirin danışmağın var, elə şirin-şirin danışmağın var. Ədat var burada, amma arzu ədatı yoxdur. Kaş ki, düşməyəydim bu saraylara. Burada isə elə 23-də D variantıdır. Kaş ki, arzu ədatıdır. Vaqifin nitqindən verilmiş parçadır. Səməd Vurğunun Vaqif piyesindən. Burada da var, təsdiq bildirən ədatdır. 24. Nida işlənmiş cümlə hansıdır? Gedin, yanılmışdır sizi göndərəm. Burada yoxdur nida. Ay Məşədi, belim qırıldı, düş aşağı. Elə burada çağırış nidası var deyən oldu. Nə? B variantı. Nida işlənmiş cümlə hansıdır? Bəs nə vaxt gələcək? Burada sual ədatı var. Ay uşaq, içəri keç, çağırış nidasıdır. B variantı. Sözlərdən birini əsas nitq hissəsi kimi işlətmək olmur. Sanki bircə dənə modal söz olur. Müxtəsər həm isim, həm modal söz olur. Həm nida, həm isim kimi olur. Deyəsən, həm feil kimi, həm də olur modal söz. Kimi həm qeyri-müəyyən əvəzlik kimi, həm də qoşma kimi ola bilir. 27. Gedirsiniz, gedin. Amma mollanın xeyir duasını yadınızdan çıxarmayasınız. Ey millətimizin seçilmişləri. Cümləsindəki bağlayıcının sinonimini müəyyənləşdir. Bağlayıcı budur, qarşılaşdırma bağlayıcısı. Əlbəttə ki, qarşılaşdırma bağlayıcısından elə qarşılığını verəcəyik. Gedirsiniz, gedin. Ancaq mollanın xeyir duasını yadınızdan çıxarmayasınız. Ey millətimizin seçilmişləri. Əlbəttə, əməl dostluğu əbədi yaşayır. Cümləsindəki modal sözlərin hansı məna növü işlənmişdir? Modal sözlər deyəndə bizdə modal söz. Modal sözün hansı məna növü işlənmişdir olmalıydı. Əlbəttə olacaq nə 28-də? Yəqinlik. 30. Xülasə, biz bu məsələni qəti şəkildə həll etməliyik cümləsində modal sözün hansı məna növü işlənmişdir? Əlbəttə nəticə oldu nə? 30-da C variantı. Nəhayət bu işi təhvil verdik. Cümləsindəki modal sözün hansı məna növü işlənmişdir? Nəticə. Hansı cümlədə köməkçi nitq hissəsi işlənməmişdir? Qoca balıq sanki ətrafına meydan oxurdu. Sanki modal söz. Bugün quşlar lap tezdən oyanmışdı, ədatdır. Dünənki yağışda çiçəklərin ləçəkləri tərtəmiz yuyulmuşdu. Tərtəmiz var burada, ədat. Sonra baxım görüm, hansı cümlədə? Başlayın. C variantıdır. Ədat yoxdur, burada tərtəmiz. Sifətin çoxaltma dərəcəsini mən niyə gətirdim bura? Nəysə. Sular göz yaşı kimi dumduru idi. Bənzətmə qoşması. Hava aydın və tərtəmiz idi. Bağlayıcı. Leksik mənası olmayan sözləri müəyyənləşdirin. Yəni, leksik mənası olmayan sözləri köməkçi nitq hissələrindən söhbət gedirsə, elə nə oldu? Elə A variantı əgər, lakin, lap, görə, bunlar köməkçi nitq hissəsidir. Leksik mənası olmayan sözləri müəyyənləşdirin. Burada biz əsas nitq hissəsidir. Sonra elə bax, sarının özü olsun, məktəb olsun, kimi olsun və lap ötürü savayı oldu nə 34-də C variantı. Nar hamı üçün faydalı meyvədir. Habelə bəzi xəstəliklərin dərmanıdır. Cümləsində hansı köməkçi nitq hissəsi işlənməmişdir? Nar hamı üçün. Qoşma var. Çünki üçün qoşmadır. Qoşma olanları ixtisar eləyək. Faydalı meyvədir. Habelə bağlayıcıdır. Bağlayıcını ixtisar elədik. Bəzi xəstələrin dərmanıdır. Modal söz, ədat və nida yoxdur. Nümunədə işlənmiş köməkçi nitq hissələrini müvafiq ardıcıllıqla müəyyən edin. Məncə cəmiyyəti elə Gəldiyev kimi adamlardan təmizləmək lazımdır. Baxdıq, məncə olacaq nə? Modal söz. Məndən ardıcıllıq soruşursa, modal söz
cəmiyyəti elə Gəldiyev kimi, məhz Gəldiyev kimi ədat kimi qoşma, bənzətmə qoşması oldu. Nə Y variantı. Nümunədə işlənmiş köməkçi nitq hissələrinin ardıcıllığını müəyyən edin. Əhməd, görəsən biz bunlar tək qəhrəman neftçi adını qazana biləcəkmi? Görəsən modal sözdür. Bunlar tək qoşma, bunlar kimi qəhrəman neftçi adını qazana biləcəkmi? Sual ədatı. Deməli, nə oldu burada? Modal söz, qoşma, ədat, D variantı. Nümunədə işlənmiş köməkçi nitq hissələrinin ardıcıllığını müəyyən edin. Məncə, sənin kimi nəcib insandan nə küsən olar, nə də inciyər. Modal söz, qoşma, nə küsən, nə də inciyər. Bağlayıcı. Modal söz, qoşma, bağlayıcı 38-də A variantıdır. Baxırıq 39-a. Həm ədat, həm də əvəzlik kimi işlənə bilən sözləri göstər. Əlbəttə ki, onlar nə? Həm sual ədatı olur, həm qüvvətləndirici ədat olur. Sual ədatı nə idi? Sual əvəzliyi bağışlayın. Elə, bir də necə oldu, nə? B variantı. Həm əvəzlik, həm də ədat kimi işlənə bilən, necə, elə, belə. Nümunədə işlənmiş köməkçi nitq hissələrini müəyyən edin. Gedin, kəndlilərə deyin ki, onlar daha mənə vergi verməyəcəklər. Deməli ki, bağlayıcıdır. Onlar daha ədat, mənə vergi verməyəcəklər. Deməli, bağlayıcı və ədat. 2, 3. 41-də A variantı. 42-yə baxırıq. Deyir, nümunədə işlənmiş köməkçi nitq hissələrini müəyyən edin. Şadam ki, kefini saz görürəm. Amma təəssüf ki, mən tələsirəm. Şadam, modal söz. Sonra bağlayıcı, təəssüf ki, modal söz. Deməli, nə oldu burada? Deməli, təəssüf ki, mən 42-də. Deməli, bağlayıcıdır. Bir də nədir bağlayıcı, modal söz, bağlayıcı, modal 2-3-də. Mən neydə olmuşam ki? Nümunədə işlənmiş sözlər, söz hansı nitq hissəsinə aiddir? Dalğalanır, çalxalanır, günə baxan zəmisi. Çatışmır bu dənizin yalnız bəyaz gəmisi. Yalnız məhdudlaşdırıcı ədatdır da, bu da oldu nə? 43-də Y variantı. 44. Nümunədə işlənmiş söz hansı nitq hissəsinə aiddir? Məgər mənzilə 5 dəqiqə gec çatanda qiyamət qopar, məgər sual ədatıdır. Oldu nə? 44-də D variantı. 45. Həm sifət, həm də ədat kimi işlənə bilən sözlərin cərgəsini müəyyənləşdirin. Əlbəttə, məhz buradan ancaq ədatdır. Elə B variantı olacaq. Artıq və tək, tək insan, necə insan, bir də sən tək gözəl olmaq istəyirdi, bənzətmə qoşması, artıq da həmçinin. Sonra, hansı sözlər həm əvəzlik, həm də ədat kimi işlənə bilir, həm əvəzlik, həm də ədat kimi, elə işarə əvəzlidir, həm də ədatdır. Bir də necə, həm sual əvəzliyidir, həm də ədatdır. Oldu nə? Hansı sözlər həm ədat, həm əvəzlik, həm də ədat kimi işlənə bilər? Baxırıq. Bir nədir? Bir də belə. 2 və 5. 48. Mən dərsdən sonra evədək piyada getdim cümləsində qoşmanın məna növlərini müəyyənləşdir. Bir zaman qoşmasıdır. Dərsdən sonra nə zaman? Evədək məsafə qoşması. Zaman və məsafə 48, B variantı. 49. Məlik iclasdan sonra evinədək piyada getdi cümləsində qoşmanın məna növləri. Yenə zaman qoşması, bir də evədək məsafə qoşması. Zaman oldu nə? B variantı. 49-da oldu B variantı. Sonra sarı tərəf doğru qoşmaları hansı məna növünə aid nümunədir, məna növündədir və hansı halda işlənən sözlərə qoşulur? Bəli, bu istiqamət qoşmasıdır. İstiqamət qoşmasıdır. Həm də isimin yönlük halına qoşulur. Başqa, qeyri, savayı, özgə qoşmaları hansı məna növündədir və hansı halda işlənən sözlərə qoşulur? Əlbəttə, fərqləndirmə qoşması, səndən başqa, səndən qeyri, səndən savayı və səndən. Görürsünüz, isimin çıxışlı halına qoşuldu.
Sonra nə deyir burada? Hansı cərgədəki bütün qoşmalar digər nitq hissələri ilə amonimi təşkil eləyir? Amonimi təşkil eləyir. Üçün ancaq qoşma olur. Özgə həm sifət, həm də qoşma olur. Üçün burada bunu pozur. Çünki üçün ancaq qoşma olur. Ötürü də ancaq qoşma olur. Yenə ötürü doğru. Həm sifət, həm qoşma olur. Əvvəl həm zərf olur, həm qoşma olur. Başqa həm sifət, həm də qoşma olur. Hansı cərgədə bütün qoşmalar digər nitq hissələri ilə amonimi təşkil eləyir? Sonra həm qoşma, həm zaman qoşması, həm də zaman zərf. Üçün pozur burada. Elə B variantıdır. Tək həm sifət olur, həm də ədat olur. Sonra həm zərf, həm qoşma. Tərəf həm isim, həm də qoşma olur. Nümunədə ədatın hansı məna növü işlənmişdir? Di get, tez ol, tez qayıt, ha, xəbər çatar, birdən şaha. Deməli, di, əmir ədatı, di. Əmir ədatı, tez ol, tez qayıt, ha. Əmir ədatı, 54-də, D variantı, 55. Nümunədə ədatın hansı məna növü işlənmişdir? Bəs bizim ruhumuz məgər bir anda dolaşa bilərmi bu asimanda? Burada bəsdir, məgərdir, bunlar hamısı sual ədatıdır. Böyle dolaşa bilərmi? Bu da sual ədatıdır. Nə oldu bizədən elə? 55-də D variantıdır, sual ədatı işlənir. Bənzətmə və müqayisə bildirən modal sözlərdən ibarət cərgəni müəyyənləşdir. Yəqin ki, güman şübhədir, sanki, bir də elə bil. Bu arada sanki, elə bil, güyadan sonra ümumiyyətlə modal sözlər həm cümlənin əvvəlində, ortasında, axırında gələndə özündən, məsələn, cümlənin əvvəlində gələndə özündən sonra, sonunda gələndə özündən əvvəl vergül qoyulur, ortada gələndə cümlənin ortasında hər iki tərəfdən vergül qoyulur. Amma sanki elə bir güya, dedim yeri gəlmişkən qeyd edeyim, bunlarda vergül falan qoyulmur. Nə cümlənin əvvəli, nə ortası, nə də sonu. Hansı cərgədə yəqinlik bildirən modal sözlərdən ibarətdir? Əlbəttə ki, əlbəttə şübhəsiz. Hansı cərgədə həm bağlayıcı, həm də ədat kimi işlənən sözlər işlənmişdir? Hətta, ki, yəni. Sonra oldu nə? Həm ədat, həm də əsas nitq hissəsi kimi işlənə bilən sözlərin cərgəsini göstər. Da həm bağlayıcı, həm ədatdır, hətta həm bağlayıcı, həm ədatdır. Elə B variantı. Elə həm işarə əvəzli idi, nə həm də sual əvəzli idi. Sonra həm də ədat kimidirlər. Həm qoşma, həm də sifət kimi işlənən sözləri göstər. Əlbəttə ki, başqa və doğru bayaq qeyd etmişdim. Cümlələrdən birində nida işlənmişdir. Elə deyə olacaq, ah, səni unutmaq necə çətinmiş. Bu da oldu elə 61-də A variantı. 62. Cümlələrdən birində nida işlənmişdir. A variantı. Görünür, günəşə iştahım vardı. Modal sözdür. Vaqif piyesindən götürmüş qacar nitqdir. Kirpiklərindir ox, qaşlarındır yay. Burada yoxdur, hamısı əsas nitq hissəsidir. Qartal ox kimi göyə yüksəldi, qoşmadır, bənzətmə qoşması. Ox Nayman ananın düz ürəyinə dəydi. Burada da hamısı əsas nitq hissəsi. Düz ürəyinə dəydi. Bu ədatdır. Ay qardaş, mənə kömək elə, çağırış nidası elə Y variantı. Cümlələrin birində nida işlənmişdir. Bəs nə vaxt gələcəksiniz? Burada yoxdur, burada ədatdır. Ey Araz, tökürsən göz yaşı səndə. Keçdikcə üstündən çölün, çəmənin. Burada yoxdur. Nida bağışlayın, çağırış nidası var burada. Elə B variantıdır 63-də. 64. Hansı cümlədə iki ədat işlənmişdir? Qarşıda olduqca gözəl meşə vardı. Var burada ədat, bir dənədir, qüvvətlendirici ədat. O niyə gəlmişdi ki? Var burada sual ədatıdır, bircə dənədir. 3 gündən sonra imtahan başlayacaq. Var burada bircə dənədir. Dostum, yəni İlqar təzə gəlib. Burada ümumiyyətlə ədat yoxdur. Artıq vaxt yetişib, qoy gəlsin. Artıqdır, bir də qoy. Oldu nə Y variantı. Hansı cümlədə düz sözü lap ədatının sinonimidir? Düz sözü lap ədatının. Son zamanlar nəsə iş düz getmirdi. Necə getmirdi? Bu da zərfdir. Bu arada düz 5 dənə nitq hissəsini əhatə edən sözdür.
Anası düz deyirdi. Bu da zərfdir, feilin yanında gəlib. Bir, düz danış. Görək nə hadisə baş verib. Zərfdir. Bir, düz danış. Kamran gəlib düz Samirin qarşısında dayandı. Lap Samirin qarşısında dayandı. Oldu nə D variantı. Nidalardan ibarət cərgəni müəyyənləşdirin. Nidalardan ibarət məhz bunlar ədatdır. Bu ədatdır. Bu ədatdır, bu da ədatdır. Əhsən, bu da ədatdır, həm də bağlayıcıdır. Oldu nə D variantı. 67. Nidalardan ibarət cərgəni müəyyənləşdirin. Ura, hay, bəs. Bəs burada sual ədatıdır. Təki, barı, bəli. Bunlar hamısı ədatdır. Ay, vay, ah, elə C variantıdır. Hətta həm ədat, həm bağlayıcıdır. Məhz ədatdır. 68. Bizə doğru yönələn ittihamda doğru münasibət axtardıq cümləsində işlənmiş sözlər hansı nitq hissəsidir? İşlənmiş sözlər. Bizə doğru yönələn bu qoşmadır. Yönələn ittihamda doğru münasibət axtar. Necə münasibət? Bu da sifətdir. Qoşma və sifət. 68 E variantı. 69-a baxırıq. Kimi qoşması, tək qoşması sinonimi olduqda ismin hansı halında olan sözlə işlədilir və hansı məna bildirir? Kimi qoşması, tək qoşması kimi bənzətmə qoşması olur. Bənzətmə qoşması da olanda nədir? İsmin yiyəli kanlı. Sənin kimi, sənin tək ismin yiyəli kanlı. Kimi qoşması, tək qoşmasının sinonimi olduqda ismin hansı halında olan sözlə işlədilir və hansı mənanı bildirir. Məsələn, deyirsən ki, şəhərə kimi, şəhərə dək. Oldu nə? İsmin yönlü kanına qoşuldu. Bir də oldu məsafə qoşması. 71. Düzü, həqiqətən, müxtəsər, nəhayət sözləri modal sözlərin mənaca hansı növünə aiddir? Əlbəttə ki, yəqinlik, nəticə. Hansı cümlədə həm modal söz, həm də nida var? 72-də ura, bir bu, nəhayət, bir də oldu bu A variantı. Birində çağırış bildirən nida var. Çağırış bildirən nida. Ay, gör neylədin? Deməli, çağırış. Hey, uşaqlar, məni də gözləyin. B variantı. Hansı söz suala cavab vermir? Suala cavab vermir. Yəni, köməkçi nitq hissəsindən söhbət gedir. A variantı. Digərləri isə əsas nitq hissəsində. Hansı söz suala cavab vermir? Yəni, suala cavab vermir. Arcadatı. Qoşmalardan biri ismin yönlük halında işlənə bilmir. İsmin yönlük halında işlənə bilmir. Baxaq görək. Sənə qarşı, sənə tərəf, sənə doğru, sənə sarı, səndən sonra. İsmin çıxışlı halına qoşulur və zaman qoşması yaradır. Çıxışlı halda olan sözlərə qoşula bilən qoşma hansıdır? Qoşma hansıdır? Çıxışlı hala qoşula bilən qoşma. Damdən. Bu zaman qoşmasıdır. Oldu D variantı. Çıxışlı halda olan sözlərə qoşula bilən qoşma səndən bəri. Həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənə bilən söz hansıdır? Çox, həm miqdar saydı, qeyri-müəyyən miqdar saydı, həm də qüvvətlendirici ədatdır. Həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənə bilən söz hansıdır? Əlbəttə, qoy. Çünki həm olur, feil kimi, məsələn, qabları yerə qoy, bir də qoy bizə gəlsin əmr ədatı. Birində da bağlayıcı. Bax, danın da amonimliyi var. Yerinə görə bağlayıcı olur, yerinə görə ədat olur. Hətta bitişik yazılanda yerinə görə yerlik hal olur, yerinə görə zərf sözlərdə neqsi şəkilçi olur. Belə diqqətlə, belə şeylərdə diqqətli olun. Məsələn, sən də bizə gəl. Əgər mən, sən də, o da, o birisi də, nə bilim, özündən sadalama funksiyası yaradıramsa, cümlədə məzmun dəyişkənliyi baş vermirsə, bu onda olur bağlayıcı. İndi bu birlərinə baxaq, A variantı idi. Demişdim də, bu işin axırı yoxdur. Əgər dəni, dana, dənə, dabə ilə əvəzləşdiririksə, bu olur ədat. Demişdim dana, bu işin axırı yoxdur. Bunu belə bir-birindən fərqləndirə bilərsiniz. Sonra, baxın, burada da bitişik yazdım.
tezliklə də təklikdə danışıb həll etdik. Təklikdə. Burada bitişikdir. Orada şəkilçi kimidir. Birində bağlayıcıdır da. Dayım da həkimdir. Dayım da, əmim də, bibim də həkimdir. Bu elə oldu nə A variantı. Ancaq sözü hansı nümunədə bağlayıcıdır? Ancaq həm yerinə görə bağlayıcı olur, qarşılaşdırma bağlayıcısı, həm də ədat olur. Ədatı onda yalnızla əvəzləşdirmək lazımdır. Yerinə yalnız sözü qoya biliriksə, onda olur bu ədat. Məsələn, söz ancaq sənə aiddir. Söz yalnız sənə aiddir, bu ədatdır. Şəhərə ancaq sən getməlisən. Şəhərə yalnız sən getməlisən. Bir də qarşılaşdırma bağlayıcı olan da iki dənə cümlə bir-birinə qarşılaşdırılır. Birinci cümlədən sonra yazılır və özündən əvvəl virgül qoyulur. İkinci cümlənin əvvəlində yazılır da, yəni. Çay hazır idi, ancaq içməyə vaxt tapmadım. Lakin, fəqət, halbuki bunlarla əvəzləşdirirsən də öz sinonim yoldaşları ilə. Ancaq sözü hansı nümunədə bağlayıcıdır? Sən ancaq meyvələri yığ, sən yalnız meyvələri yığ ədatdır. Ali təhsilli idi, ancaq işləmirdi. Lakin işləmirdi. Oldu nə? B variantı. Verilmiş sözlər içərisində hansı qoşmanın sinonimi yoxdur? Qoşmanın sinonimi tərəf, sənə doğru. Səndən əvvəl, səndən qabaq. Sən tək, sən kimi, səndən başqa, səndən qeyri. Oldu nə? D variantı. Hansı cərgədə sözlər yalnız köməkçi nitq hissələri kimi işlənir. Yəni, əsas nitq hissələri ilə amonimlik təşkil eləmir. Kimi həm qoşma olur, həm də qeyri-müəyyən əvəzlik. Birini dedim, bəs. Hətta ilə savayı bu ancaq bağlayıcı ola bilər də, yəni əsas köməkçi nitq hissələri ilə ola bilir. Məsələn, hətta həm ədat olur, həm də bağlayıcı olur. İlə nədir? Həm qoşma olur, həm bağlayıcı, savayı ancaq bağlayıcı olur. Köməkçi nitq hissələrindən ibarət sıranı müəyyənləşdir. Bu zasına zərf düzəldən leksik şəkilçidir. Köməkçi nitq hissələrindən ibarət cərgəni elə B variantıdır. Ədatdır, qoşmadır, yerinə görə bağlayıcı ədat olur. La həm qoşmadır, həm bağlayıcıdır. Sonra gəldi köməkçi nitq hissələrindən ibarət cərgəni müəyyənləşdir. Bu şəkilçidir. Elə B variantı. Hansı cərgədə sözlərin hamısı köməkçi nitq hissəsi kimi işlənə bilər? Köməkçi nitq hissəsi kimi işlənə bilər. Bəzi ədat bağlayıcıdır. Düzgün əsas nitq hissəsidir, ötəri. Həmin əsas nitq hissəsidir. Doğrusu görəsən, bax, axırıncı belə, axırıncı pozdu. Oldu nə? 89-da D variantı. Hansı cərgədə köməkçi nitq hissələrinə aid nümunə yoxdur? Köməkçi nitq hissələrinə aid nümunə yoxdur. Burada var, ədatdır. Bu hətta modal sözdür. Birgə, səncə üçün qoşmadır. Köməkçi nitq hissəsinə aid nümunə yoxdur. Tərəfdar, sanki bu modal sözdür. Bu da bağlayıcıdır. Hərdən, incə, yalqız. Yalqız yerdən dərəcə, ancaq bu həm bağlayıcıdır, həm ədatdır. Oldu nə? D variantında ancaq hamısı əsas nitq hissəsidir. Şeir parçasında hansı köməkçi nitq hissələri işlənmişdir? Gecələr sayrışarkən ulduzlar lalə kimi, işıqlar jalə kimi, bu qoşmadır, qoşma. Ən yaxın bir adamla ədatdır. Nə gözəldir dinləmək suların nəğməsini, təbiətin səsini. Burada nə oldu? Qoşma və ədat. A variantı. Sözə qoşularaq zaman mənası yarada bilən qoşmaların cərgəsini müəyyənləşdirir. Zaman qoşmalarda onlar məsələn zaman qoşmalarda olacaq. Bəri, qabaq, sonra. Oldu nə? 92-də B variantı. 93. Sözə qoşularaq məsafə mənasını ifadə edən qoşmaları göstər. Bu da əlbəttə olacaq. Şəhərəcən, şəhərə kimi, şəhərədək. Arzu ədatı işlənmiş cümləni müəyyən. Kaş mən də orada olaydım. Elə A variantıdır. Kaş. Sonra baxırıq 95-ə. 95. Əmr ədatı işlənmiş. Di, qoy. Bunlar əmr ədatıdır. Qoy. Elə oldu A variantı. Qoy narazılıq olmasın. Təki sən
Səslənməni arzu ədatıdır burada. Bu sual ədatıdır. Təkcə sən qalıbsan yuxularımda, yalnız sən qalıbsan ədatdır. Sonra məhdudlaşdırıcı ədatdır. Mən ki gözəl deyirəm, qüvvətləndirici. 96. Qonşular da bu məsələ haqqında səncə düşünməlidirlər. Nümunəsində səncə iki tərəfdən virgüllə ayrılsa, həm də həmin söz morfoloji baxımından nə olacaq? Əlbəttə, hər iki tərəfdən ayrılırsa, əvvəl qeyd etdim, modal söz nə olacaq ki? Oldu nə? 96-da A variantı. Sonra gəldik 97. Bu hadisədən sonra səncə heç kim narahat olmadı cümləsində səncə hər iki tərəfdən virgüllə ayırsa, həmin söz hansı nitq hissəsi olacaq? Əlbəttə ki, yenə modal söz. Modal söz doldu D variantı. 98. Nümunədə hansı köməkçi nitq hissəsi işlənmişdir? Bizim qazancımız bu oldu, ancaq qorxu xəndəyindən biz körpə atdıq. Ancaq da burada olacaq ədat. 99. Hansı ədatlar ikinci şəxsin təkində işlənən feilin əmr şəkli ilə oxşarlıq təşkil edir? Oxşarlıq təşkil edir. Baxın görün. Hansı ədatlar ikinci şəxsin təkində işlənən, yəni sənlə feilin əmr şəklində oxşarlıq olur. Əmr ədatı olacaq da. İkinci şəxsin təkində şəkilçi qəbul etmir ki. Nümunədə altından xətt çəkilmiş sözlər morfoloji cəhətdən nədir? Nədir susmağının səbəbi səncə? Bu işdə tələsən, uduzar məncə. Səncə, məncə, oldu nə? C variantı. 101. Biri ədatdır. Ədat olan hansı olacaq? Y variantı, doğru variant. Biri ədatdır, elə A variantı olacaq. Cərgələrdən birindəki ədatlar digər köməkçi nitq hissələri ilə amonim təşkil edir. Bax, əsas nitq hissəsi demir, köməkçi nitq hissəsi ilə. Daha bu necə həm əvəzlik, həm əsas nitq hissəsi olur. Əvəzlik həm də olacaq ədat. Daha həmişə ədat olur. Bax, həm feil, həm ədat olur. Belə əvəzlik və ədat olur. Ancaq həm ədat, həm bağlayıcı olur. Necə bağlayıcı və ədat olur? Yəni, bağlayıcı və ədat olur. Təkcə artıq əsas nitq hissəsi və ədat olur. Ki, həm bağlayıcı, həm ədat olur. Yəni, həm bağlayıcı, həm də ədat olur. Y variantı. Cərgələrdən birindəki ədatlar digər köməkçi nitq hissəsi ilə amonimlik təşkil edir. Yəni, əvvəlkinin təkrarı. Deməli, baxırıq. Lakin bizə nə ədat olur? Bağlayıcı olur, bağışlayın. Baxırıq necə əsas nitq hissəsi ilə köməkçi nitq hissəsi, tək elə həmçinin əsas və köməkçi nitq hissəsi, qoy həm əsas və köməkçi nitq hissəsi, ki və ancaq həm ədat olur, həm də bağlayıcı. Nümunədə hansı köməkçi nitq hissəsi işlənmişdir? Çəkdi illər bu dərdi, çəkən bilər bu dərdi. Könlümdən silsə ancaq, yarım silsə bu dərdi. Ancaq olacaq nə? Ədat. 105-də A. 106-ya baxırıq. Deyək ki, bunlardan biri nida və feil kimi işlənə bilər. Nida və feil kimi işlənə bilər. Əlbəttə, nə olacaq? Bir var suyun axmağı, bir də var ax. Nida. 107. Bənzətmə və müqayisə mənalı modal sözün işləndiyi cümləni müəyyənləşdirin. Cümləni müəyyənləşdirin. Bənzətmə və müqayisə bildirən modal sözləri elə bil sanki oldu nə? D variantı. Elə bil bütün dünya üstünə hücuma keçmişdi. 108. Ay sədr, məncə daha Kərimov kimi adamlardan cəmiyyəti təmizləməyin vaxtı çatıb cümləsində köməkçi nitq hissələrindən hansı işlənməmişdir? Ay çağırış nidasıdır. Məncə modal sözdür. Daha ədatdır. Kərimov kimi qoşmadır. Burada işlənməyib, bağlayıcı. 109. Nümunədə ədatın hansı məna növü işlənmişdir? Eyni vardan var olmuşuq. Sən gümüşsən, mən tuncmuyam. Ədatın sual ədatı. Tuncmuyam. Sual ədatı deməli olacaq B. Sonra 110. Hansı cümlədə ədat işlənməyib? Həkimin məsləhətlərinə əməl etmisənmi? Sual ədatıdır. Dayan, mən də bir kəlmə deyim də. Kəlmə deyim dana. Ədat. Təki həmişə sən gələsən. Arzu ədatı. Məgər sən də saz çala bilirsən? Sual ədatı. Yığıncağa qonşu, yanacaq neymiş? Yığıncağa qonşu məktəbdən də gələnlər var. Burada bir dənə də var, o da bağlayıcıdır. 111. Bir qayaya söykənmişəm.
Deyirəm kaş, bax beləcə daşa dönəm, yavaş-yavaş. Nümunədə altından xətt çəkilmiş sözlər hansı nitq hissəsidir? Bax belə əmr ədatı C variantı. Cümlələrin birində tək sözü ədat kimi işlənmişdir, sifət kimi də ola bilər. Yəni amonim cəhətdən soruşur. O universitetə tək gəlmişdi, necə gəlmişdi? Əsas nitq hissəsi. Evdə tək qalmaq qorxulu deyil, necə qalmaq? Əsas nitq hissəsidir. Sənin ailənin tək övladıdır, necə övladıdır? Əsas nitq hissəsi. Bütün ümidimiz tək sənədir. Bu da əsas nitq hissəsidir. Eldar pəhləvan tək, pəhləvan kimi meydana atıldı bənzətmə qoşması. 113. Nümunədə hansı nitq hissəsi işlənmişdir? Nitq hissələri işlənmişdir. Könlüm keçir Qarabağdan, gah dağdan, gah dağdan. Axşamüstü qoy uzaqdan, havalansın xanın səsi, Qarabağın şikəstəsi. Deməli, gah bu bağlayıcıdır. Axşamüstü qoy uzaqdan, bu da ədatdır. Ədat və bağlayıcı. 114. Məktəbi bitirənə qədər mənimlə eyni partada oturmuşdu. Cümləsində işlənmiş köməkçi nitq hissələrini müəyyən edin. Məktəbi bitirənə qədər qoşma, mənimlə, kimlə qoşma, eyni partada oturmuşdu. Qoşma. 114-də C variantı. 115. Nəticə bildirən modal sözlərin cərgəsini müəyyənləşdirin. Nəticə, xülasə, deməli, nəhayət doğru. 116. İlə, la. Hansı cümlədə qoşma kimi işlənib? Məzunları səmimiyyətlə qarşıladılar. Nə tərzdə qarşıladılar? Bu, zərf düzəldən leksik şəkilcidir. Əskərlərimiz cəsarətlə vuruşdular. Nə tərzdə vuruluşdular? Zərf düzəldən leksik şəkilci. Əskərlərlə zabitlər eyni masa arxasında oturmuşdular. Əskərlər və zabitlər bu bağlayıcıdır. Mən nəyə əsasən biləcəm? Xəbər üçüncü şəxsin cəmindədir. Ana ilə bala qoşa gedirdilər. Yenə ana və bala gedirdilər. Xəbər üçüncü şəxsin cəmindədir. Yəni bağlayıcıdır. Qonaqları dağ yolu ilə gətirmişlər. Nə ilə gətirmişlər? Nə ilə sualına cavab verirsə, bu da qoşmadır. Qoşma işlənmiş cümləni göstər. Qoca güclə ağır-ağır danışır. Nə tərzdə? Zərf düzəldən leksik şəkilcidir. Nənəmlə babam kənddə yaşayır. Nənəm və babam yaşayırlar. Nənəm və babam bağlayıcı. Sən çıxdın qarşıma duzla çörəklə. Nə ilə? Duzla çörəklə. Həmciz tamamlıqlardır. Olduğu C variantı. 118. Qoşma işlənmiş cümləni göstər. Qız həyəcanla danışırdı. Nə tərzdə? Zərf düzəldən leksik şəkilcidir, tərz hərəkətdir. Rəssam tablo üzərində səylə çalışırdı. Səylə. Nə tərzdə? Ana oğlunu təmtaraqla yola saldı. Nə tərzdə? Zərf düzəldən leksik şəkilcidir. Əskərlərimiz mühasirəni asanlıqla yardılar. Nə tərzdə? Aysel telefonla danışır, nə ilə danışır, oldu qoşma. 119. Doğru sözü qoşma kimi işlənmiş cümləni müəyyən edin. O, hər şeyi doğru danışdı. Nə tərzdə danışdı? Zərfdir burada. Çünki qoşma olmaq üçün ismin halına qoşulmalıdır. Uşaq anasına doğru can atırdı. Anasına doğru can atırdı. Anasına doğru ilə doğru variantı olacaq B variantı. Sonra doğru söz acı olar, nəticəsi şirin. Necə söz burada sifətdir. Doğru büdrəyər, amma yıxılmaz. Nə edir? Zərfdir. Doğruya zaval yoxdur. Nəyə zaval yox? İsmi əvəz edib cümlədə tamamlıqdır. Kimi qoşması, tək qoşmasının sinonim olduğu ismin hansı hallarında olan sözlə işlənir? Əlbəttə ki, adlıq və yiyəlik halda. Qoşma və əvəzlik kimi işlənə bilən sözü müəyyənləşdirin. Qoşma və əvəzlik kimi işlənə bilən. Məsələn, kimi dərs oxuyur, kimi televizora baxır. Məsələn, burada olub əvəzlik, qeyri-müəyyən əvəzlik. Bir də deyirəm ki, sənin kimi ifa edirdi. Burada bənzətmə qoşması. Hansı cümlədə ilə lalə qoşmadır? Şəkil fırça ilə çəkilib, nə ilə çəkilib, elə doğru variant olacaq 122-də A. 123. Tərkibində tabirlik bağlayıcısı işlənmiş cümləni müəyyənləşdirir. Ədilə və Sevda eyni sinifdə oxuyur, tabirlik bağlayıcısı. Madam ki hazırlaşmısan, daha niyə qorxursan?
madam ki, elə doğru variant olacaq. Tabeli bağlayıcısı. Bunlar cab, tabesizlikdir. Tabesli bağlayıcısı nəhədir, nə də yox tabesli bağlayıcı. 2. Hansı cümlədə bağlayıcı kimi işlənmişdir? Ürəyindəkiləri yaddan çıxar. Ürəyindəkilər, bu dakidəkidir. Sifət düzəldən x şəkli tövdür. Bildir ki, əhvala təkrar olunmu olmasın. Hansı hadisə? Sifətdir. Bağdakı tənəklər bol məhsul verdi. Dakidəki tövdür. Mən ki, belə deməmişdim. Bu qüvvətləndirici ədatdır. Sənə yazmışam. Sənə yaraşmaz ki, bunun sözünü danışasan. Feili xəbərdən sonra gəlib, ümumiyyətlə xəbərdən sonra gəlmiş ki, bağlayıcıdır. 125. Hansı bağlayıcıdan sonra vergül qoyulur? Həttadan əvvəl qoyulur, vədən sonra nə əvvəl, nə də sonra qoyulur. Ümumiyyətlə, və ilə vergül deməkdir. 2 olacaq. 126. Cümlələrin birində nidadan sonra vergül qoyulmamalıdır. Ey, sən hara gedirsən? Bu doğrudur. Pəh, bu mənim işimdir, xanım. Bu da doğrudur. Vay dədəm, vay, bu nə danışır? Bu da doğrudur. Bıy, şərəflisə, necə uşaq danışırsan? Bu da doğrudur, vergülün qoyulması. Səhv soruşur məndən. Ay gədə, burada vergül qoyulmaz. Onsuz da burada qoyulur. Ay gədə, Kərim, sənin mənim bağımda nə işin var? Səhv olan yer variantıdır. Sözə bitişik yazılan ədatları müəyyənləşdir. Sözə bitişik yazılanlar əlbəttə olacaq. Sözə bitişik yazılanlar sana, bir də ca. C variantı. Hansı qoşmalar sözə bitişik yazılır? Sözə bitişik yazılır. Ca qoşması, dək qoşması, bir də can qoşması. A variantı. Qarşı, doğru, əvvəl, qabaq qoşmaları ismin hansı hallarında işlənən sözlərə qoşulur? Əlbəttə ki, sənə qarşı, sənə doğru, səndən əvvəl, səndən qabaq bir variantı. Bəri, ötürü, sarı, tərəf qoşmaları ismin hansı hallarında işlənən sözlərə qoşulur? Əlbəttə ki, oldu nə? Səndən ötürü, sənə sarı. 131. Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Biz el yolunacan yanaşı addımladıq, heç danışmadıq. Yoluna qədər, el yoluna qədər qoşma, heç də ədat B variant. Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Sevən könüllülər üçün gülüm uzaqlıq, ən böyük, ən gözəl yaxınlıq olur. Deməli, burada nə var? Könüllülər üçün qoşma, gülüm uzaq, ən böyük ədat. E variantı. Kaş mən də sənin kimi sərbəst olaydım. Nümunədə köməkçi nitq hissələrindən hansılar işlənməmişdir? Kaş arzu ədatıdır, ədatları ixtisar eləyək geçsin. Mən də bağlayıcıdır. Nə oldu elə A variantı? Kimi də qoşmadır. 134. Bəlkə onun da oğlu qanlı döyüşlərdədir. Kim bilir, o bəlkə də mənimlə bir dərddədir. Nümunədə köməkçi nitq hissələrinin hansılar işlənməmişdir? Bəlkə modal sözdür. Onun da bağlayıcıdır. Qanlı döyüşlərdədir. Kim bilir, o bəlkə modal sözdür, getdi. Mənimlə, kimlə qoşmadır, bir dərddədir. Deməli, ədatlar nidə yoxdur. Hansı sözlərdə həm əsas, həm də köməkçi nitq hissələri kimi işlənə, hansı sözlər həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənə bilir? İşlənə bilir. D ancaq ədatdır ki, köməkçi nitq hissələrini təşkil edir. C variantı da olmaz. D-də də olmaz. Qoy. Həm feil, həm ədat. Təkcə həm sifət, həm də ədat. Necə? Həm ədat, həm də əvəzlik. 136. Fikrin mənbəyini bildirən modal sözlərdən ibarət cərgəni müəyyənləşdirin. Modal sözlərdən ibarət cərgəni. Zənnimcə, bizcə, məncə, fikrimcə. Birini iki nitq hissəsinə aid nümunə kimi düşünmək olmaz. Birini iki köməkçi nitq hissəsi kimi düşünmək olmaz. Birini iki, bu həm əvəzlik, həm qoşma. Sonra həm zərf, həm qoşma. Sonra ilə həm qoşma olur,
həm bağlayıcı, cada, həm qoşma, həm ədat. Üçün ancaq bağlayıcı olur. Bağlayıcı ilə idi qoşma. Qoşmalardan biri yazılışına görə digərlərindən fərqlənir. Yazılışına görə digərlərindən fərqlənir. Bu bitişik yazılır, bu da bitişik, bu da bitişik, bu da bitişik. Bu isə ayrı yazılır. Birində qoşmaların mənaca növləri fərqlidir. Birində qoşmanın mənaca növləri fərqlidir. Başqa qeyri-savayı, əvvəl sonra qabaq. Bu fərqləndirmə qoşması, başqa qeyri özgə fərqləndirmə hamısı. Əvvəl sonra qabaq zaman, kimi qədər tək bənzətmə, kimi qədər tək məsafə, üçün, dair ilə. Bunlar isə fərqli-fərqlidir. Oldu B variantı. Hərəsi bir məna növündən verilib də. Həm qoşma, həm də əsas nitq hissəsi kimi işlənən sözləri müəyyən edin. Həm əsas, həm də qoşma kimi. Həm əsas, həm də qoşma kimi. Görə ancaq qoşmadır. Kimi özgə. Kimini əsas nitq hissəsi kimi götürmək olar. Özgəni də götürmək olar. Savayı bircə dənə qoşma olur. Doğru, həm qoşma, həm əsas nitq hissəsi ola bilir. Amma üçün pozur qədər də həm isim, həm də əsas qoşma kimi ola bilir. Bu da həmçinin. Burada bu pozur, amma bunlar ancaq qoşma və bağlayıcı kimi. Burada olacaq başqa, həm sifət, həm qoşma. Sonra həm zərf, həm qoşma. Sarı, həm sarı, sifət, həm fiil, həm də qoşma. 141. Biri bağlayıcı deyil. Biri bağlayıcı deyil. Baxın, əgər bağlayıcıdır, həm bağlayıcı, gah bağlayıcı, bəs ədatdır, sualıdır. Amonimliyi olmayan ədatları müəyyən edin. Amonimliyi olmayan ədatlar əlbəttə ki olacaq. A variantı 142-də. 143. Biri mürəkkəb bağlayıcı deyil. Biri mürəkkəb bağlayıcı deyil, hərçənd. Qalanı isə mürəkkəbdir. Hansı bağlayıcının amonimi yoxdur? Amonimi yoxdur, yaxudur. Biri amonim nida deyil. Biri amonim nida deyil. Tüfu. 146. Hansı cümlədə nöqtələrin yerinə amma bağlayıcısı artırmaq olar? Yəni iki cümlə bir-birindən qarşılaşdırılmalıdır. Kitab alarkən qəbzdə tələb etdik ki, amma bizə ödəniş etməyimiz barədə kağız versinlər, heç bir qarşılaşdırmadan söhbət gedə bilməz. İncilərin ən qiymətlisi daxilimdə gəzdirirəm, amma o da vicdandır, bu da uyğun gəlmir. Pul həqiqi zənginlik deyil, amma bir sıra problemləri həll edir. Burada iki cümlə bir-birinə qarşı-qarşıya qoyulur. Hansı bağlayıcıların hamısının yazılışı səhvdir? Hamısının yazılışı səhvdir. Belə ki, indiki həm də madam ki, hər gah, hərçənd. Tək sözü hansı cümlədə qoşmadır? Tək adam özünü həyatda tez itirir. Necə adam? Ümumiyyətlə, qoşma ilə cümlə başlaya bilməz. O sifətdir. Mən tək sevən hanı? Səni dünyada. Məni, mən kimi. Mən kimi oldu. 148-də bir variantı. 149. Ayda necə boz düşüb. Nümunədə işlənmiş köməkçi nitq hissələrinin ardıcıllığını müəyyənləşdir. Bahar üçün ən çətin iş cütə minmək idi. Cütə minmək idi. Xırman işi də ağır idi. Bahar üçün qoşma, nitq hissənin ardıcı bu qoşmadır. Qoşma bir yazaq burada. Ən çətin ədat, cütə minmək idi. Xırman işi də ağır idi. Bu da bağlayıcı. 1, 3, 2. 1, 3. Ardıcıllıq demir məndən. Ardıcıllıq. 1, 3, 2. Y variantı. Köməkçi nitq hissələri bağlı fikirlərdən biri yalnız qoşmaya aiddir. Yalnız qoşma. Qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Oldu A variantı. 151. Köməkçi nitq hissələri ilə bağlı fikirlərdən biri yalnız qoşmaya aiddir. Söz yaradıcılığında iştirak etmir. Niyə iştirak etmir ki? Sözə qoşula bilər. Leksik mənası olmur. Sonra qrammatik mənası olur. Sözlərə qoşularaq müəyyən mənaçaları yaradır. D variantı. Məntiqi ardıcıllığı gözləmir ki, ədatlardan ibarət cərgəni müəyyənləşdirir. Ədatlardan məgər, bəs, mis, sual ədatlardır. Bu da yəni.
Məntiqi uyğunluğu gözləməklə ədatlardan ibarət cərgəni müəyyənləşdirin. Yəni, di, qoy, gör, əmr ədatlarıdır. Məntiqi uyğunluğu gözləməklə ədatlardan ibarət cərgəni tamamlayın. Sana, di, ha, bir də olacaq qoy, əmr ədatı. Nümunələrin birində çağırış nidasından sonra vergül qoyula bilər. Vergül qoyula bilər. Baxırıq. Deyir ki, ey yorğun yolçu, indi hara gedirsən? Bir də deyir ki, ey yorğun yolçu, hara gedirsən? Bax, çağırış nidalarından bir dənə eydi ki, özündən sonra vergül də qoyula bilər. Birbaşa xitabdan sonra da vergül qoyula bilər. Yəni, vergülsüz də ola bilər, vergüllə də ola bilər. A variantı. Cərgələrdən ibarət sadə cərgələrdən biri sadə bağlayıcılardan ibarətdir. Hərgah mürəkkəbdir, həm də mürəkkəbdir, halbuki mürəkkəbdir və yaxud istəsə də mürəkkəbdir və yaxud da mürəkkəbdir. Y variantı. 157 deyir, cərgələrdən biri sadə bağlayıcılardan ibarətdir. Ona görə belə ki, mürəkkəbdir, hərgah mürəkkəbdir, a belə mürəkkəbdir və ya da ki, mürəkkəbdir. Y variantı. Cümlələrdən hansında və bağlayıcısının yerinə ilə bağlayıcısını da işlətmək olar. Baxın, və iləni həmişə əvəz eləyib, ilə vəni həmişə əvəz eləyə bilmirəm. Və bağlayıcısının yerinə ilə bağlayıcısı da işlətmək olar. Bəzən olar. Baxırıq. Deyir ki, seçicilər və namizədlərin görüşü bu günə təyin olunmuşdur. Seçicilərlə namizədlərin görüşü bu günə təyin olunmuşdur. A variantı. Köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Günəş təki hər çıxanda səhərdən, səninki halını billəməz əldən. Elə deyib canan, dilbər ağlarsan. Ardıcılı. Günəş kimi qoşma, hər çıxanda səhərdən, sən ki ədat, billəməzə. Elə deyib canan, dilbər ağlarsan. Elə deyib canan, dilbər ağlarsan. Nə oldu? Qoşma, ədat, çıxanda billəm əzəldən, elə deyib canan, bir də ədat. Oldu nə? Qoşma, ədat. C variantı. Hansı cümlədəki ədatdır? Vergül buraxılmışdır. Ümumiyyətlə, ədatdan sonra vergül qoyulur. Bu işdən xəbərim yoxdur ki, sual ədatıdır, sual ədatıdır. Olanda həmişə ki cümlənin sonunda gəlir və özündən sonra sual işarəsi qoyulur. Atalar deyib ki, tökülən dolmaz. Ki bağlayıcıdır. Mən bilirəm ki, xəbərdən sonra gəlib bağlayıcıdır. Evdən çıxırdım ki, feili xəbərdən sonra gəlib bağlayıcıdır. Onda gözümü açdım ki, qaranlıq düşmüşdür. Elə nə oldu? 160-da A variantı. 161. Altından xətt çəkilmiş sözlərdəki la nədir? İşlənmə ardıcıllığını müəyyənləşdirin. Elə ki, əsnədi çovğunla külək. Çovğun və külək oldu nə? Çovğun və külək bağlayıcı. Çöldə tar bağlayıb qar çıxdı dizə. Şaxta ata mindi qılınc çəkərək, təbiət insanla durdu üz-üzə. Kimlə? Bu da qoşmadır. Oldu nə? Demək, birləşdirmə bağlayıcı və birgəlik qoşması. 162. Dünya ədəbiyyatında əsasən poemalar müəllifi kimi məşhur olan Nizami qəsidələr də yazmışdır. Nümunədə işlənmiş köməkçi nitq hissələri. Əsasən modal sözdür, kimi qoşmadır, dada bağlayıcı. Modal söz, qoşma, bağlayıcı. C variantı. 163. Nümunələrin birində yəqinlik və nəticə bildirən modal sözlər işlənmişdir. Yəqinlik bildirən modal sözlər. Yəqinlik bildirən hansılarıdır ki, olacaq doğru variant. Beləliklə İbrahim dediklərini həqiqətən həyata keçirdi. Yəqinlik və nəticə. Beləliklə nəticə, həqiqətən də yəqinlik. Oldu nə? Y variantı. Nümunədə birində yəqinlik və nəticə bildirən modal söz işlənmişdir. Yəqinlik və modal söz. Yəqinlik və nəticə bildirən. Deyir ki, deməli, sənin bu hadisədən həqiqətən xəbərin yoxdur. Elə A variantı olacaq. İfadə olunan fikrin təsir gücünü artırmaq üçün cümlə
hansı ifadə ilə başlamalıdır? Təsir gücünü artırmaq üçün əlbəttə ədatdan burada söhbət gedirsə, deməli ədat olmalıdır. 166. Güman şübhə bildirən modal söz işlənmiş cümləni müəyyənləşdir. Güman şübhə bildirən. Xülasə, gəlib çıxdıq mətləb üstünə. Bu güman şübhə bildirmir. Yəqin orada bağ salacaqlar güman şübhə bildirir. Sonra deyəsən, bu da güman şübhə bildirir. Deyəsən o məni başa düşmədi. Şübhəsiz onun dedikləri həqiqət idi. Sonra baxaq görək. Olmaya bizdən incimisən? Güman şübhə. 2, 3 və 5. Hansı cümlədə 2 ədat işləmiş? Daha mənim sənə sözüm yoxdur. Burada bir dənə ədatdır. Axı sən haradan biləsən? Sual ədatıdır bir dənə. Söylə də, niyə durmusan? Söylə dana. Niyə durmusan? Də burada bağlı ədatdır. Lap ağını çıxartdın ki, elə D variantıdır. 168. Cümlələrin birində sual ədatı işlənmişdir. Poliklinika buradan çox uzaqdadır, qüvvətlendirici ədat. Necə gözəl yerdir, qüvvətlendirici ədat. Hanı kişnərtisi bulud dağıdan, ildırım səsini batıran atlar. Bu da yoxdur. Qarışqalar dönəcəkmi yuvasına, dönəcəkmi sual ədatı. Oldu D variantı. Hansı cümlədə düz sözü lap ədatının sinonimdir? Bunları səlqə ilə düz, bu feildir. Düz adam gözü kölgəli olmaz, necə adam sifətdir. Sən düz danışmırsan, zərfdir. Muğan düzü əkinçilik üçün yaradılmışdır, nə isimdir. Maşın düz bizim evin qabağında dayandı, lap bizim evin qabağında dayandı. 170. Sadalanan xüsusiyyətlərdən hansı köməkçi nitq hissəsinə aid edilə bilər? Sadalanan. Müxtəlif məna çalarına malikdir. İsmin halları ilə işlənir. Qoşulduğu sözlə birlikdə cümlə üzvü qoşma. Hansı cümlədə 2 ədat var? Daha mənim sənə sözüm yoxdur. Burada var qüvvətlendirici ədat, bircə dənədir. Axı sən niyə işləmək istəmirsən? Var burada sual ədatıdır, bir dənədir. Kaş hər şey bugün həll ola. Burada da bir dənə arzu ədatıdır. Bəs sən şəhərə qayıdacaqsan ki, sual ədatı. D variantı. Hansı cümlədə bağlayıcı işlənməyib? Danışmaq istədim, ancaq bacarmadım, qarşılaşdırma bağlayıcı. Təbiət oyanır və ətrafda gözəl mənzərə yaranırdı. Otağa girməyi ilə çıxmağı bir oldu. Girməyi və çıxmağı. Bir gül ilə bahar olmaz. Nə ilə gül ilə qoşma. Hansı cümlədə ədat işlənmişdir? Hər zaman üzün gün kimi gülsün. Gün kimi gülsün qoşma. Sanki mənim sözümü eşitmədi, modal söz. Bunlar məhz sənə gələndən sonra baş vermişdi. Ədat işlənmiş, əlbəttə ki, məhz sənə gələndən sonra, yalnız sənə gələndən sonra C variantı. Hansı cümlədəki ədatla məntiqi ardıcıllığı tamamlamaq olar? Yəni, məgər sual ədatlarıdır. Deməli, sual ədatlarını tamamlayan cümləni tapmalıyam ki, sual ədatı olsun. 170'dir. Onun, yəni Kərimlinin danışığı hamıdan maraq oyatdı. Bu bağlayıcıdır. Aydınlaşdırır onu. Bəs Trabzonda Fatih Sultan Məhəmmədlə niyə danışığa getmişdin? Sual ədatı. Elə bir variantı. Hansı cümlədə həm ədat, həm də bağlayıcı işləmişdir? Elə bil, sən də mühəndis olmaq istəyirsən. Modal sözdür, bağlayıcıdır. Var atları bugün yəhərləyib. Sual ədatdır. Sual ədatı neymiş? Arzu ədatı deyil. Evə vaxtında gəl ha. Bircə dənə burada əmr ədatı var. Axı həm yazırsan, həm də oxuyursan. Həm, bu oldu nə? Bağlayıcı. Burada da axı da ədatdır. 175'də D variantı. Köməkçi hissələrinin yalnız birinə aid ola bilər. Yalnız birinə, yəni amonimliyi olmasın. Yalnız birinə aid olar, bəri, ancaq qoşmalı. Modal sözlərdən ibarət sıranı müəyyənləşdir. Modal sözlərdən ibarət, nəhayət, bəlkə, yəqin. Kinin bağlayıcı kimi işləndiyi cümləni müəyyənləşdir. Əzizim, bizimki bugün gətirmədi. Bizimki. Burada nə gətirmədi bizimki? Baxın, biz sözün kökü isimin yəli çal şəkilçisi, ki də isim düzəldən şəkilçidir. Bax, burada var ha, ki isimdir. Nə bugün gətirmədi bizimki?
Qeyri hallarda sifət olduğu halda, burada isə isimdir. Çünki gəlik haldan sonra qoşulan bizimki, sizinki, onunki olur bunlar isim. Sən ki vətən aşiqisən, qüvvətləndiricə ədat. Anlat ki dərdinin nədir əlacı? Feildən sonra gəlib oldu C variantı. 179. 179. Dadənin bağlayıcı kimi işləndiyi cümləni müəyyən edin. Muğanın dərdi elə su dərdidir. Dana bu ədatdır. Biz ayazda, şaxtada təbiətlə üz-üzə gəlirik. Nə zaman ayazda, nə zaman şaxtada. Zərf düzəldən leksik şəkilçidir. Yəni zərf düzəldir. Küçələrdə çinar, vələs, palıd da əkək. Çinar da, vələs də, palıd da əkək. Buradakı bağlayıcılar ixtisar olunub, sadalma funksiyasıdır. Deməli C variantı. 180. Yox mudur səndə gülüm heç insaf? Cümləsində hansı köməkçilik hissəsi işlənmişdir? Ədat heç. E variantı. 81. Hansı cümlədə ədat yoxdur? Bu çiçəyin gözəlliyinə bax, insanı valeh edir. Bu çiçəyin gözəlliyinə bax, elə buradadır. Çünki ədat yoxdur burada. Bu feili xəbərdir. Hansı cümlədə ki, ədat kimi işlənib, durğu işarəsi buraxılmışdır? Atalar deyib ki, düzəni payızdasa, feili xəbərdən sonra gəlib kini qoymaq lazımdır. Sən ki, elə B variantıdır, qüvvətlendirici ədatdır. Burada bağlayıcıdır. Burada səndəki cürətə mat qalmışam. Burada sifət düzəldən leksik şəkildə bütöv. Burada da feili xəbərdən sonra gəlib bağlayıcıdır. Cümlənin birində təkcə sözü ədat kimi işlənmişdir. Təkcə sözü ədat kimi işlənib. Deyir, mən də bu dərdi təkcə çəkmişəm, necə çəkmişəm zərfdir. Burada feilin yanında gəlir. Məncə təkcə xampəri vaxtında gəlir. Yalnız xampəri vaxtında gəlir, oldu B variantı. 184. Nümunədəki modal sözün məna növünü müəyyənləşdirin. Dağ idin, çiynimi dağlara verdim. Dağların dərdini çəksə dağ çəkər. Sənə məhəbbətim dağlar qədərdir. Yerini dağlardan soruşun bəlkə. Bəlkə güman şübhə bilirəm modal sözdür. A variantı. Bağlayıcılardan birinin yazışı səhvdir. Bağlayıcılardan birinin yazışı səhvdir. Baxaq görək. Halbuki düzdür. İndiki də bəlkə də hərgahda nəyin ki? D variantı. Ayrı yazılmalıdır. Verilmiş cümlədə köməkçi hissələrinin işlənmə ardıcıllığını müəyyənləşdir. İşlənmə ardıcıllığını. Baxıq, deyir ki, mən elə sən deyən fikirlərlə razıyam. Lakin hərdən fikirlər başımda elə qarışır, sanki yuxu görürəm. Mən elə məhz. Bu ədatdır. Bir qoyaq da burada. Sən deyən fikirlərlə razıyam. Nə ilə razıyam? Qoşmadır. Lakin bağlayıcıdır. Hərdən fikirlərin başında elə qarışır ki, sanki bu modal sözdür. Oldu nə? 1, 3, 4 və 2. 187. Nümunədə nöqtələrin yerinə hansı qoşma yazılmalıdır? Axı kim yaratdı bu sərhədləri? Kim saldı qəlibə, fikri, xəyalı? İdrak cığırına düşəndən bəri. Çərçivə tanımır insan kamalı. Nümunədə nöqtələrin yerinə hansı qoşma yazılmalıdır? Baxaq. Alışıb yandığım illərdən bəri. Duyub düşündüyüm bu şeirləri indi öz əlimlə yandırımmı mən? Onda dönərəmmi həqiqətimdən? 89. Hamı öz işi ilə məşğul idi. Sən kənarda oturmuşdun. Ancaq sən kənarda oturmuşdun. Yəni, yerinə hansı söz artısa, həmin sözün mənaca müxtəlif köməkçi nitq hissələri kimi izah etmək olar. Hamı öz işi ilə məşğul idi. Ancaq sən kənarda oturmuşdun. Ancaq. Mən bunu bir dəfə bura qoysam, bu olacaq bağlayıcı. İki fikir bir-birindən qarşılaşdırılacaq. Bir də mən onu ədat kimi əvəzləşdirəcəm. Məsələn, hamı öz işi ilə məşğul idi, ancaq və yaxud yalnız sən kənarda oturmuşdun, məhz sən kənarda oturmuşdun, oldu bağlı ədat.
Həm bağlayıcı, həm də ədat kimi işlənə bilən söz hansı cümlələrdə işlənmişdir? Amonimlikdən söhbət gedir. Yəni bunu bilmirsən, burada yəni sual ədatıdır, amma yerinə görə aydınlaşdırma bağlayıcısı da ola bilir. O yaşca məndən böyükdür. Bu həm qoşma ola bilir, həm ədat ola bilir. Ötən günə gün çatarmı? Calasan da günü günə. Da burada bağlayıcıdır, ədat kimi də amonimlik daşıyır. Sonra kaş yenə girəydim yuxularına. Arzu ədatıdır, bizə də nə ədat olur? Gəl-gəl ayaz günləri. Deməli, gəl-gəl ayaz günləri. Burada A çağırış nidasıdır. Amonimliyi yoxdur. İstədim ki, onu çağırmayayım. Ki burada bağlayıcıdır, ədatla amonimliyi var. 1, 3 və 6. Ki hansı cümlədə ədat kimi işlənməmişdir? Ədat kimi işlənməmişdir. Bir şagird ki, dərslərini vaxtında hazırlamır, o imtahanda çətinlik çəkəcək. Bir şagird ki, qüvvətləndirici ədat. Bahara elə gəlirdi ki, boran gözlərini örtür. Elə bax, buradakı ki bağlayıcıdır, ədat deyil. Oldu 191-də B. 192. Hansı cümlədə ədat işlənməmişdir? Barı sən məni unutma arzu ədatıdır. Elə danış ki, mən başa düşüm. Elə danış ki, B variantıdır. Çünki burada ki bağlayıcıdır. 193. Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Ana sığalından, nəvazişindən. Özünə gəlmişdi sanki bir qədər. Evə girən kimi dəyişdi birdən. Üzünə dayandı qəlbindəkilər. Sanki modal sözdür. Girən kimi də qoşmadır. B variantı. Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam doğma, vətənimsən. Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan. Baxaq görək. El bilir ki, bağlayıcı. Sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam doğma, vətənimsən. Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam doğma, vətənimsən. Ayrılarmı könül candan? Ayrılarmı sual ədatı oldu, bağlayıcı və ədat. Modal sözlərdən ibarət cərgəni göstər. Modal sözlərdən ibarət olacaq i variantı. 196. Ah sözü hansı cümlədə nida kimi işlənmişdir? Niyə ah çəkirsən ay oğul? Burada ah çəkmək birgə götürülür. Ah onun görkəmi nə tarimardır. Ah onun görkəmi nə tarimardır. Elə bağlayıcı olacaq. Hansı cümlədə iki modal söz işlənmişdir? Baxıram. Görünür. O doğrudan da günahsızdır. Bir görünür, bir də doğrudan da B var. A variantı. Kimi qədər qoşmalara hansı halda olan sözlərə qoşulduqda bənzətmə mənasını bildirir. Yəni bənzətmə qoşması olacaq. Bir yiyəlik, sənin kimi, sənin qədər. Bir də adlı halda olan sözlərə qoşulur. Əli kimi, vəli kimi. Oldu nə? 1 və 3 B variantı. Hansı ədatlar sözlə bitişik yazılır? Sözə bitişik yazılır. Hansı yazılacaq? Sana və can. 200. Cümlədə köməkçi nitq hissəsinin işlənmə ardıcıllığını müəyyən edin. Elə həmin yerə yaxınlaşanda alovun yerin üstü ilə bu təpəcikdən digər təpəciyə doğru süründüyü görünürdü. Elə həmin yerə yaxınlaşanda alovun yer üstü ilə bu qoşma bu təpəcikdən digər təpəciyə doğru qoşma süründüyü görünürdü. Deməli qoşma bu təpəcikdən digər təpəciyə. Oldu nə? Qoşma. Elə həmin yer. Elə həmin yerdə. Məhz həmin yerdə. Bu da ədatdır. Ədat, qoşma D variantı. 202. Nümunədəki əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən edir. Əsas nitq hissəsinə aid olmayan, yəni köməkçi nitq hissələrinə söhbət edir. Get, bax da, Oqtay, görəsən biz də o günləri görəcəyikmi? Get, bax da, bu oldu ədat. Get, bax dana.
Oqtay, görəsən modal söz. Biz də bağlayıcı o günləri görəcəkmi sual ədatı. İndi ardıcıllığı düzək. Deməli, birinci gəlir ədat 3. Sonra gəlir modal söz 4. Sonra onun ardınca nədir? Bağlayıcıdır 2. Sonra sonda yenə ədat gəlir 3, 4, 2, 3 variantı. 203. Nümunədəki əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən et. Ay Molla Vəli, axı ölümü də Tanrı yaradıb, eşqi də, nəşəni də, gözəliyi də. İşlənmə. Ay Molla əmi, bu deməli çağırış nidasıdır. Çağırış nidasıdır. Bu nidadır 5. Axı ölümü də, axı ədatdır 3. Də, hər iki dələr bağlayıcıdır. Eşqi də, nəşəni də gözəl. Deməli oldu nə? 5, 3, 2. 5, 3, 2 C variantı. Nümunədəki əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını göstərin. Deməli, müəyyənləşdirin. Baxırıq. Deməli, ay Fərid, qoy nə bilirsə, hamısını danışsın, amma sözünü yarımçıq kəsmə. Çağırış nidası 5. Qoy nə bilirsə, hamısını danışsın, amma sözünü yarımçıq kəsmə. Amma bağlayıcı, deməli 5, 2, bir də burada ədat var. Nə bilirsə. 5, 3, 2. Baxırıq 205-ə. Verilmiş cümlələrdə danışanın ifadə etdiyi fikrə münasibət. Münasibətini nəzərə alaraq ardıcıllığı müəyyən et. Yəqinlik bildirən modal söz, nəticə bildirən, fikrin mənbəyini bildirən, bənzətmə bildirən. Elə çapırdı ki, sanki onu arxadan canavar qovurdu. Sanki bənzətmədir. Ümumiyyətlə, mən sizin toyunuzu səbirsizliklə gözləyirəm. Bu da nəticədir. Düzü, buranın Çapıqqaya olduğunu bilmirdim. Bu da yəqinlikdir. Məncə, Yalçının taleyi sizi daha çox maraqlandırmalıdır. Yalçının taleyi sizi daha çox maraqlandırmalı. Bu da fikrin mənbəyi oldu. 3, 2, 4, 1 C var. 206. Verilmiş cümlələrdə fərqləndirilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu ardıcıllıqla müəyyən edin. Dünyada elə işlər var ki, onu gərək tək başına həll edəsən. Necə işlər? Bu əvəzlikdir. Əvvəl gözəllərdə gərəkdir sağlıq, ondan sonra ola sadəlik, ağlıq. Əvvəl burada zərfdir, ondan sonra qoşmadır. Sanki baş verənlərdən xəbəri yoxdur, bu da modal söz. Deməli, əvəzlik, zərf, qoşma, modal söz. 207. Nümunədə köməkçi nitq hissələrinə aid olan sözlərin işlənmə ardıcıllığını müəyyənləşdirin. Axı onun bəhanəsini kəsmək üçün əlimdə fakt olmalıdır. Sabah hansısa ziyafət. Düzəltdim. Orada ziyalı kimi bacım olmalı, əri də olmalıdır. Deməli, axı burada ədatdır. Kəsmək üçün qoşmadır. İsmin adlı xanına qoşulub. Bu qoşma olmalı. Sabah hansısa ziyafət düzəltdim. Orada ziyalı kimi, bu da qoşma. Bacım olmalı, əri də olmalı. Bu da bağlayıcı. Deməli, ədat verdik buradan. Sonra qoşmanı verdik. 1, 3, 1, 3, 1. Sonra ardınca yenə qoşma 1. Sonda da bağlayıcı 2. A variantı. Nümunədə köməkçi nitq hissələrinə aid olan sözlərin işlənmə ardıcıllığını müəyyənləşdirin. İşlənmə ardıcıllığını baxaq. Deyir, elə o namussuz qardaş deyilmi mənim başıma bu işləri gətirən? Sən də şeytan kimi girdin mənim qəlbimə. Elə məhz bu ədatdır. 3 verək buradan. Deyilmi? Ədatdır. Mənim başıma bu işləri gətirən. Sən də bu bağlayıcıdır. 2, 3, 3, 2. Şeytan kimi qoşma. Girdin mənim qəlbimə. Oldu nə? 3, 3, 2, 1. C variantı.
209. Nümunədə əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyənləşdirin. Yaxşı, siz deyən olsun, fəqət onu bilin ki, siz bu cavabınızla məni məhv edirsiniz. Deməli, yaxşı modal söz 4. Siz deyən olsun, fəqət bağlayıcıdır, qarşılaşdırma bağlayıcısı. Onu bilin ki, bağlayıcıdır. Siz bu cavabınızla nə ilə qoşma məni məhv edirsiniz. Deməli, 4, 2, 2, 1-dir. Cümlədə köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyənləşdirin. Elə vağzala çatmışdım ki, qardaşım dostu ilə özünü yetirdi. Elə. Bu ədatdır, bağlayıcıdır, qardaşım dostu ilə qoşmadır, özünü yetirdi. Ədat, bağlayıcı, qoşma. Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Ata, lap heyranam, Vidadiyə mən, doğrudan o sənə yanır ürəkdən. Vaqif piyesindən verilmiş parça. Ata, lap heyranam. Bu ədatdır. Vidadiyə mən, doğrudan o sənə yanır ürəkdən. Bu da modal söz. Ədat və modal söz. 212. Nəticə bildirən modal sözlər işlənmiş cümlələrdir. Deməli, evinizi tapmırsınız, nəticə bildirən. Bir bu. Yəqin səni də bu işlə bağlı çağıracaqlar. Güman şübhə bildirən. Xülasə, bir də bu nəticə. Xülasə, gəlib çıxdıq mətləbə. Oldu bu. 1-3. Modal söz işlənmiş cümlələri müəyyən edir. Bəlkə sən razı deyilsən, güman şübhə bildirən modal söz. Mətləbi qısa desək, vaxta qənaət etmiş olaraq burada yoxdur. Aha, sən də getmək istəyirsən. Var burada başqa köməkçi nitq hissəsi. Nida var, bir bağlayıcı. Məhz səni nəzərə tutmuşam. Bu da ədatdır, dəqiqləşdirici. Deyəsən, işimiz yaxşı gedir. Güman şübhə bildirən modal söz. Modal söz işlənmiş cümlələri müəyyənləşdir. Günlərimiz yaxşı keçir. Burada ümumiyyətlə hamısı əsas nitq hissələrdir. Yaxşı günlərimiz həyatımızı bəzəyir. Burada da yoxdur. Hamısı əsas nitq hissəsidir. Yaxşı, indi fikrin nədir? Bir bu. Sözün düzü heç kəs narahat olmasın. Sözün düzü söz birləşməsidir və əsas nitq hissəsinin birləşməsindən yaranmış söz birləşməsidir. Düzü fikrimi ifadə etməyə çətinlik çəkirəm. Bir də bu 3 və 5 C variantı. İsmin ən azı 2 halına qoşula bilən qoşmaları müəyyənləşdirin. 2 dənə nitq hissəsinə, 2 dənə hala qoşulan bir kimidir. Həm adlıq, həm də yiyəliyə qoşulur. Sonra əsasən deyil, bir dənəsinə qoşulur. Sonra da bir dənə çıxışlı hala qoşulur. Qədər həm adlıq, həm də çıxışlığa qoşula bilər. Çıxışlığa yox, yönlüyə bağışlayın. Bir də 5. 1, 4 və 5. 216. Hansı cümlələrdə qoşma işlənmişdir? Mən dərslərimi Ariflə öyrəndim. Kim ilə? Arif ilə. Bir. Ariflə Həsən çoxdan dostluq edir. Arif və Həsən bu bağlayıcıdır. Onun dünyaca dərdi var. Onun dünya qədər dərdi var. Bir bu. O yavaşca danışırdı. Burada zərf düzəldə neksir şəkilçidir. 1-3. Bağlayıcı işlənmiş cümlələri müəyyən edin. Mən çox təkid etdim, ancaq qəbul etmədilər. 1. Oğlanlardan ancaq Orxan gəlmişdi. Yalnız Orxan gəlmişdi. Bu ədatdır. Sən ki bizdən öyrənirsən, qüvvətləndirici ədatdır. Bu sənədləri də dünən gətirmişdilər. Bağlayıcıdır. Zadlama funksiyası yaradır. Sənədləri, kitabları, dəftərləri, yəni özümüzdən əlavə eləyək. Getdim, lakin onu orada görmədim. Var bağlayıcı, qarşılaşdırma. O dünən gəlib, mən isə getmək istəyirəm. Bir də burada isə qarşılaşdırma bağlayıcısı. Oldu nə? 1, 4 və 5. 1, 4, 5, 6. Sonra gəldik. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin, baxaq. O nə bilir ki danışsın? Nə çoxdur oylağan sənin? Uyğunluğa əsasən uyğunlaşdıraq. Deyir ki, leksik mənası
olmasa da sözə qoşularaq mənaçalar yaradır. Bu qoşmaya aiddir. Ancaq bunlar heç biri qoşma deyil. Cümlədən çıxarılanda məna dəyişikliyi baş verməz. Bu ədatdır. Ədatın qaydasıdır. Ona görə də bunu əlavə edirik 1-ə. O nə bilir ki, danışsın, ədatdır. Sonra leksik və qrammatik mənası var. Bunu da əlavə edəcəyik bura. Nə çoxdur oylağın sənin, sual əvəzliyidir. Yalnız qrammatik mənası var. Yalnız qrammatik mənası olacaq, bir atırıq. Cümlə üzvləri arasında əlaqə yaratmaq xidmət edir. Bu da heç birinə uyğun getmir. Oldu. 1-ə B, D, 2, C. 219. Cümlələrdə fərqləndirilmiş sözlərə əsasən uyğunluğu müəyyən edin. O şagirdini incidəcək bir kəlmə belə dilinə gətirməmişdi. Bir kəlmə belə dilinə gətirməmişdi. Bu ədatdır. Belə qəhrəmanlardan ibrət götürmək lazımdır. Bu da əvəzlikdir. Leksik mənası var. Əvəzlik. Fikrin təsirli ifadə olunmasına xidmət edir. Bağlayın. Ədat. Cümlə üzvü deyil. Ədat. Cümlə və cümlə üzvləri arasında əlaqə yaratmaq xidmət edir. Bu bağlayacağı qaydadır. Suala cavab verir bu. 1-ə oldu B-cı, 2-yə A-yı. 220. Cümlədəki fərqləndirilmiş hissələrə əsasən verilmiş fikirləri eylə Venn diaqramına uyğunlaşdırın. Söz ki var, bir ucu yalandırsa, bir ucu doğrudur. Buradakı 2 ədatdır. Elə fikirləşirdi ki, körpü çayın o tayında qalıb. Bu da bağlayıcıdır. Mənaçaları yaradır. Heç birinə uyğun getmir. Yalnız qrammatik mənası var hər ikisinin. Danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Heç birinə uyğun getmir. Cümlələr arasında əlaqə yaratmaq xidmət edir. O bağlayıcıdır. Fikrin təsirli ifadə olunmasına kömək edir. Bu da 1-ə E, 2-ə D, 3-ə B. Baxın, görün, ola bilər. Bitdi. İzah əsnasında gözümdən nəsə qaçar. Ola bilər, nəsə mexaniki səhv falan ola bilər. Yenə rəy bölməsində qeyd edərsiniz. Mən də cavablandıraram. Belə, Allahın amanında olun. Allah sizi qorusun.